Qadın ağlı quş ağlı. Qadının başı boşdur. Qadın kimdir ki yetsin mənim işimi həll eləsin? Qadına güvənmə. Qadını hər yerə buraxma. Qadının yeri evdir. Qadının yeri ocağın başıdır. Bunu siz kişilər deyirsiniz. İndi mən sizə sual verirəm. Bu mənim şəxsi fikrimdir. Dünyadakı 10 kişiden 9'u ailəsi ola kənardakı qadınlara aşiq də olur. Onlara şərait də qurur. Ev, maşın, villa, səyahət, hər şey eləyir. Bəziləri kənarda uşaq da dünyaya gətirir. İndi mən sizə sual verirəm. Elə bir qadın eşitmisinizmi ki, əri ola başqa kişiyə ev, maşın, villa, şərait qursun? Elə bir qadın eşitmisinizmi ki, əri ola başqa kişidən kənarda uşağı olsun, uşaq saxlasın? Elə bir qadın eşitmisinizmi ki, hər şeyini kişinin yolunda qurban eləyib özü lüccə bala gəlsin? Məncə eşitmisiniz. 100 mində bir. Amma 10 kişiden 9'u qadınlara hər şeylərini qurban eləməyə hazırdır. Külək əsəndə qadının yubqası yelləndiyi qədər ağlı olan kişilərdən gedir söhbət. İndi gördünüz, qadın ağlıdır, quş ağlı, yoxsa kişi ağlıdır, quş ağlı? Hə? Kimə aiddir bu söz ən çox? Təbii ki, ümumiyyəyə uzmuruq, ağıllı kişilərimiz də var, amma çoxluğu qəbul edin. Kişinin ağlı qadının gözəlliyində qalır. Qadının ağlı kişinin büdcəsində. Məntiq həmişə qabaqdadır.